Hörmətli yoldaşlar, dəyərli kanal izləyiciləri, hər birinizi salamlayıram. Bu dəfə sizə 20 variant sınaq imtahanı kitabından 6-cı sınaq imtahanının suallarını izah etməyə çalışacağım. Mövzular alqoritmdir. Burada olan suallara xüsusilə baxmanızı tövsiyə edərdim. Çünki ümumiyyətlə alqoritmlər Python bölməsi abituriyent proqramı çərçivəsində ən önəmli bölmələrdən sayılır. Burada da 30 sual alqoritmlər çərçivəsində çox yaxşı suallar var, nəzəri və eyni zamanda praktik suallar və biz həmin sualların izahına keçid ala bilərik. Belə ki, başlayaq. İlk sual bu şəkildədir. Alqoritmin xassəsi deyil. Biz demişdik ki, alqoritmin diskretlik xassəsi, alqoritmin müəyyənlik xassəsi, alqoritmin kütləvilik xassəsi və nəticəlik xassələri var. Buradan gördüyünüz kimi adekvatlıq xassəsi yoxdur. Burada informasiyanın xassəsini alqoritmin xassəsində bəzən şagirdlər qarışdıra bilərlər. Burada diqqətli olmanız tövsiyə olunur. Alqoritmin diskretlik xassəsi nə idi? Ayrı-ayrı adımlardan ibarət idi. Bu şəkildə yekunlaşırdı. Müəyyənlik xassəsində həmin o verilən şərti, məsələ şərtinə bir mənalı, bir qiymətli olması idi. Kütləvilik eyni sinifdən, eyni tipdən olan məsələlərin həlli üçün keçərli olan bir kod yazılması idi. Yəni yazdığınız kod həmin sinifdə olan məsələlər üçün işləməsi lazımdır və nəticəlik də sonda nəticənin olmasıdır. Alqoritmin növünə aid deyil. İkinci sual deyək. Burada alqoritmin növlərini də xatırlayaq. Xətti var idi, dövrü var idi və budaqlanan var idi. Xətti alqoritmlər, dövrü alqoritmlər, budaqlanan alqoritmlər. Bunlar alqoritmin növləridir. Mürəkkəb deyilən ümumiyyətlə bir növü yoxdur. Diskretlik xassədir və burada müəyyənlik də var, o da xassədir. Ona görə aid deyil soruşur bizdən. 1-i, 3-ü və 6-nı seçə bilərik. Doğru cavab Y bəndi. Növbəti sual. Alqoritmin kütləvilik xassəsidir. Alqoritmin xassələrindən biri, burada da qeyd edirik, kütləvilikdir. Alqoritmin müəyyən sinifdən olan bütün məsələlərin həlli üçün yararlı olması. Bəli, müəyyən sinifdən, hər hansı bir sinifdə olan bütün məsələlərin həlli üçün yararlı olması ilə doğru cavab A bəndidir. Alqoritmin məsələlərin bir-birini ardınca yazıldığı qaydada icra olması bu diskretlikdir. Alqoritmin istənilən addımı və onların yerinə yetirilmə ardıcıllığının bir mənalı olması, müəyyənlik xassəsi. Alqoritmin həyata keçirdiyi hesablama prosesinin sonlu sayda addımdan sonra nəticə verməsi və alqoritmin bütün növ məsələlərin həlli üçün yararlı olması. Burada A ilə Y variantında diqqətli olmaq lazımdır. Burada bütün növ məsələlərin həlli üçün, kütləvilik xassəsində bütün növ deyil. Yəni eyni sinifdən olan bütün növ. Bu bütün növ ümumiyyətlə deyil. Yəni amma bizə lazımdır ki, hansısa bir sinifə aid olanlardan söhbət gedir kütləvilik xassəsində. Dördüncü sual. Alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində B dəyişənin qiymətini müəyyən edin. Burada baxırıq necə gedir və görürük ki, burada xətti alqoritmdir. A 3-dür. Növbəti dəfədə 3-ün üstünə 4 gəlirik, 7 alırıq. Bilirsiniz ki, alqoritmlərdə A yeni qiymət alırsa, dəyişən yeni qiymət alırsa, əvvəlki qiymət gedir. Hal-hazırda A-nın qiyməti 7-dir və B bərabərdir 3 vuraq A. 3-ü 7-yə vururuq. 21 edir. 21-dən də 5 çıxanda və biz bunun 16 olduğunu görə bilirik. Və A plus B burada. A 7-dir, B 16-dır. Bunları da toplasaq 23 edir. Və nəhayət B bərabərdir. Artıq A-nın gördüyünüz kimi qiyməti yenidən dəyişdi. B bərabərdir 2 vuraq B. 2-ni 16-ya vururuq. 32 və bundan da 23 çıxdığımız anda doğru cavabın 9 olduğunu görə bilirik. B də burada yeni qiymət aldı. Bu qiymət 7. Doğru cavab 4C bəndi. 5-ci suala gəlirik. P bərabərdir 2 vuraq 40, vuraq 40. Üzr istəyirəm. P bərabər 2 vuraq 4, vuraq 40 hasını hesablayan alqoritmin blok sxemində sual işarəsinin yerində hansı şərt olmalıdır? Ümumiyyətlə bu tip məsələlərdə baxırıq ki, həmin bu ifadədə qiymət, ilkin qiymət 2-dir. Və görürük ki, burada 2-dən başlayıb. Və görürük ki, bu neçəyə qədər davam edib? 40-a qədər. 40-ı da vurubmu? Bəli, 40 da daxildir. Deməli, proses, dövr nə qədər gedəcək? Nə qədər ki, i kiçik bərabərdir 40-dırsa, bu dövr gedəcək. Hər halı baxın, o zaman işləyəcək. Elə ki, 40-dan kiçik bərabər olmayacaq, yəni yox halı və nəhayət P-ni. Və burada da görürük ki, digər hissədə i 2-dir, P-nin də qiyməti 1-dir. 1-i vurur 2-yə, 2 olur. Növbət dəfədə i 2 vayı da artır. i 2 daxı burada, artıq 4 olur. Gələn dəfə yenə də P vuraq i dediyinə görə P-nin sonuncu qiyməti 2 olmuşdu. Bunu da 4-ə vursa, baxın, bu hasili almağa doğru gedirik və nəhayət bu şəkildə tamamlanacaq. Deməli, burada doğru cavab A bəndi 5-ci sualdır. Və keçə bilərik 6-cı suala. Alqoritmin fraqmentinin icrası nəticəsində x dəyişəninin qiymətini müəyyən edin.
Baxaq görək burada necə olacaq. X bərabərdir 10-dur, Y bərabərdir 20-dir. X kiçik bərabərdir 40. Yəni burada ilk olaraq 10-dur, Y isə 20-dir. Bu yox halı nə zaman pozulacaq? Bunu bilirik ki, artıq bunun inkarında. Yəni nə qədər ki X Y-dən kiçik bərabərdir işləyəcək. Elə ki X böyükdür Y olsa artıq burada dövr yekunlaşacaq və X plus Y cəmini yəqin ki ekrana çap edəcək. Yəni burada qeyd olunmayıb. İndi baxaq görək proses necə gedir burada. X plus 5, X 10 idi. Növbət dəfədə bu olacaq 15. Və Y plus 3, Y 20 idi. Bu da olacaq 23. Ümid edirəm ki, bura qədər aydındır. Növbət dəfədə bu 5 vardı artacaq, 20 olacaq. Bu isə 26 olacaq. Növbəti mərhələdə 25 olacaq, 29 olacaq. 30 olacaq və üstünə üst gəlsək 32 olacaq. Və yenə də 35 olacaq. Burada 35 olacaq. Və hələ də bu şərt ödənilir. Düzdür? Yəni 35 35-dən kiçik bərabər olduğuna görə yenə də dövr davam edəcək. 35-in üzərinə 5 gəlir 40. 35-in də üstünə 3 gəlirik 38. İndi hal-hazırda belə almışıq. 40 kiçik bərabərdirmi 38-dən? Xeyr. Demək ki, dövr bitdi və gəldik bura. X plus Y. X-in son qiyməti 40 idi. Y-in son qiyməti 38. Yəni 40 plus 38 bərabərdir 78. Doğru cavab B bəndi. 7-ci suala baxırıq. Alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində Y dəyişəni 21 qiyməti almışdır. X dəyişənin ilkin qiymətini müəyyən edin. Burada ilk öncə bunu deyim, bunu qeyd edək. Buradan bilirik ki, baxın burada X qiymət alıb. Həmin buradakı X baxın o X-dir. Bu buna vurdu. Növbət dəfədə bu Y eyni zamanda bu Y deməkdir və bu X də bu X deməkdir. Yəni qiymət bu şəkildə qeyd olunur. Yəni bu Y-lər və ya X-lər bu formada dəyişir. İndi bunu necə edirik? Yəni burada deyir ki, Y dəyişənin 21 qiyməti olmuşdur. Yəni burada 21 alınıb. Əlbəttə ki, bu məsələni fərqli şəkildə yazıb həll edə bilərsiniz. Mən bu şəkildə yazacağam. Deməli, burada ilk olaraq çalışacağam ki, mən həmin bu qiyməti alım. Yəni, Y-in qiyməti burada verilib, burada qiymət qeyd olunub. Mən burada X-i yazıb və burada yerinə qoymağa çalışacağam. Deməli, X bərabərdir, buradan yazsam, 21 çıxaq 2Y ala bilərəm. Yəni ki, bu aydın oldu. X bərabər 21 çıxaq 2Y. Həmin bu X-i, baxın, bunu gətirib burada yerinə qoya bilərəm. Yəni, burada nə almışdırsa, burada o hesablanır. Gəlirəm, X-in yerinə yazıram ki, 21 çıxaq 2Y bərabərdir 2Y çıxaq X. Bu şəkildə yazıram və bunu bu tərəfə keçirsək, deyək ki, 4Y bərabər olacaq X plus 21'e. Bunu yazdıktan sonra artık burada Y tapa bilərik. Y bərabərdir X plus 21 bölək 4 yaza bilərik. Y aldıq. Həmin bu Y bu şəkildədir. Gətirib burada yerinə qoya bilərik. İndi burada yazıram ki X plus 21 bölək 4 bərabərdir X bıraq 2'ye. Bunu yazdıq. Və bunun davamını burada yazsam, ümid edirəm, aydın olacaq. X plus 21 bərabərdir. 4'ə vursaq, bu neçə edəcək? 8X-ə. 8X. Və bunu da bir qədər sadələşdirək. 7X bərabərdir 21. X bərabərdir 3. Az öncə göstərdiyim kimi, burada X-in qiyməti demişdi ki, bu qiymətdir. Yəni 3 olub ki, buradakı X-i 3 tapdıq. Demək ki, burada 3 olub. Amma bizə lazımdır ki, bundan da əvvəl olan qiymətdən söhbət gedir. Bu X necə olub? Yəni burada. O zaman bunu tapsaq, X bərabərdir 3 plus 5 və X bərabər 8. Demək ki, burada 8 olub ki, 8-dən 5 çıxanda cavab 3 alınıb. 7-ci sualda doğru cavab Y bəndi. 8-ci sual. E natural ədədi üçün alqoritmin icrasından sonra hansı ifadənin qiyməti hesablanır? Bunu bu şəkildə yazırıq. Başlanğıc E'nin bunlar qalsın və S bərabərdir 0. Bu şəkildə qeyd olunub. İndi burada baxırıq. S 0'dır, P 1'dir, K 1'dir, I bərabərdir 1. Başlanğıc qiymətlər burada qeyd olunub. Və nə qədər ki I N'dən kiçik bərabərdir, bu dövrün gövdəsi burada işləyib. Burada və eyni zamanda bu da işləyib. Bu da ona aiddir, sadəcə burada yazılıb. İndi baxaq görək burada proses necə gedir. İlk öncə baxırıq bura. S bərabər S plus I bölək B. Burada necə edəcəyiz? Gəlin qiymətlərdən yerinə qoyaq, yoxlayaq. S bərabərdir, burada yazıram. I bölək. I neçədir? Baxıram. I 1'dir. Bəs P neçədir? Bu da 1'dir. 1 bölək 1. Növbəti dəfədə I 1 vaid artdı. I 1 vaid artanda bunun
2 olduğunu qeyd edə bilərik. K da mənfi K oldu. K da oldu, yəni mənfi 1. Çünki 1 idi, oldu mənfi 1. Burada yazın. Bu arada bunu 1 bölək 1'i də elə dəyişib biz birbaşa 1 yaza bilərik. 1 bölək 1 onsuz da 1 edir. Gəlirəm bura. P bərabər P plus I vura K. P'nin qiyməti burada 1 idi. 1'in üstünə gəlirəm. I vura K. I neçədir? 2. 2'ni vururam. Burada bu şəkildə yazıram ki, tam aydın olsun. 2'ni vururam mənfi 1'ə. Bu da nə olacaq? Bu da bu ifadəni verir. Yəqin ki, razı olarsınız. 1 çıxaq 2'ni verir. 1 çıxaq 2. Bunu elə belə saxlayıram. 1. İndi gəlirəm bura. I kiçik bərabərdir n-dən. I hal-hazırda 2'dir. 2 də n-dən kiçik bərabər olduğuna görə davam edir. S plus. S'in sonuncu qiymətini 1 almışdır. 1'in üstünə gəlirəm I bölək. I-ni neçə almışıq? 2'dir. Hələ ki 2'dir. 2 bölək və P. P neçədir? Həmin 1 çıxaq 2'ni baxın burada yazıram. 1 çıxaq 2. Bunu aldıqsa, avtomatik olaraq burada əslində biz cavabı görə bilirik. Amma bir neçə uyğun olmayan variantı da silək. Deməli, bu Y bəndindəki deyil. Burada 1 plus 2 bölək 1 plus 2. Gördük ki, bizdə minusdur. C deyil. Və eyni zamanda bura baxırıq. 1 plusdur, amma burada 1 minusdur. B bəndi də ona görə getdi. Və burada artıq bunu da silə bilər. D-ni də silə bilərik. Əslində variantı gördük. Burada görürsünüz 1 plus 1 bölək 1 bölək hər birində 1 gedir. Artıq biz 2 böləyi almışıq. Odur ki, bu da gedib doğru cavabı A bəndi olduğunu tapırıq. Amma gəlin bir addımda irəliləyək, daha aydın olsun, kiməsə aydın deyilsə. İndi bu şərti yazdıq. Daha doğrusu bu ifadəni yazdıq. I 1 vahid artdı. I oldu 3. I 3 olub K yenidən 1 olur. Görək P necə olacaq? P'nin ən son qiyməti 1 çıxaq 2 idi. 1 çıxaq 2. Üstünə gəlirəm. I vura K. İ'mizin qiyməti 3'dür. 3'ü də 1'ə vuracağım. Yəni 3 vuraq 1. Bu da bir qədər yenə sadələşdirib bu şəkildə yazırıq. 1 çıxaq 2 plus 3. 1 çıxaq 2 plus 3. Belə saxlayıram və gəlirəm bura. Yenə də deyək ki, 3 n-dən kiçik bərabər olduğuna görə yazırıq burada. Üstə gələk. Burada I neçədir? I 3'dür. 3 bölək P. P neçədir? 1 çıxaq 2 plus 3. Burada yəqin ki, daha aydın olur ki, proses necə gedir. 1 çıxaq 2 plus 3 və gördüyünüz kimi doğru almışıq. Təbii ki, bu n-ə qədər gedir. Burada saxlayıram. Doğru variant A variantı gördük. 9-cu suala gələ bilərik. Buradayıq. Digər sualların hər birini dedik. Ümid edirəm ki, nəsə diqqətinizdən yayınmayıb. 9-cu sual. X bərabərdir 3, Y bərabərdir 2, Z bərabərdir 6'dır. Burada qiymətlər daxil olub. Yoxlayaq. X neçədir? Burada 3'dür. Y neçədir? Y 2'dir. Deyirik ki, 3 2'dən kiçikdirmi? Yox. Bu işləyir. Gəlir bura o zaman. Z Y-dən böyükdürmü? Z 6'dır, Y də 2'dir. Hə, o zaman bu işləyir. Və X bərabərdir X plus Y. X bərabərdir X plus Y. 3 plus 2. Neçələdir? 5. D bərabərdir X plus. Artıq burada diqqətli olmalıyıq. X yeni qiymət aldı. 5. O zaman 3 getdi. 5 üstə gələk Z. O da 6'dır. 5 üstə 6 bu da 11 edir. Və buradan gəldi. Bura D-ni çapa verdi. Doğru cavab A bəndi. Burada sadəcə iflərdir və dövr olmadığına görə ardıcılı şəkildə bu şəkildə yekunlaşdırmış olduq. 10-cu sual. X bərabərdir mənfi 9, Y bərabərdir 2. Olan halda alqoritm icrasından sonra şərtin neçə dəfə yoxlandığını müəyyən edin. Baxırıq burada X, Y, yəni mənfi 9, Y də 2. Bunu yazdıq. X bərabər X plus Y. Və buradan artıq görə bilirik ki, şərt nə zaman pozulur? Burada baxsaq, X böyük bərabərdir. Üzr istəyirəm. X böyükdür Y olanda şərt pozulacaq. X Y-ə bərabər olanda və kiçik olanda hədir, bu işləyəcək. Əks halda bu deməkdir. Yəni X Y-dən böyük olan kimi burada dövr artıq dayanacaq. Bunu əslində sürətləndirib yazmaq olar təbii ki, amma mən bir neçə hissəni addım-addım yazacağım ki, tam hər kəsə aydın olsun. Deməli, dövrün gövdəsi yuxarıda verilir. Birinci X-in üstünə Y gəlir, təzədən X-ə mənimsədirik və baxırıq. Mənfi 9 Y standartı dəyişmir, dəyişən X olacaq. Mənfi 9'un üstünə 2 gələndə mənfi 7 edir. Və burada X işləyir. Yəni, daha doğrusu dövr işləyir. X kiçik bərabərdirmi Y-dən? Mənfi 7 kiçik bərabərdirmi 2-dən? Bəli, hə. Yenə də üstünə gəlirik. Burada olacaq. Yenə də mənfi 7'nin üstünə 2 gələndə mənfi 5. Yenə də işləyəcəkmi? Bəli, mənfi 5 yenə də 2'dən kiçik bərabərdir. Burada necə olacaq? Mənfi 3. Yenə də işləyəcək. Yəni, bir sözlə buradakı halı nəzərə alaraq irəliyə qədər sürətli şəkildə yazaq. Mənfi 3 növbəti dəfədə
Mənfi 1 olacaq. Yenə işləyəcək. Mənfi 1-dən sonra üstünə 2 gəlsək 1 eləyəcək. 1 2-dən kiçik bərabər olduğuna görə yenə işləyəcək və 1-in də üstünə 2 gələndə 3 eləyəcək. 3 kiçik bərabərdir 2-dən? Yox. Bu zaman yox. Dövr bitdi. Bizdən soruşur ki, şərtin neçə dəfə yoxlandığını müəyyən edin. Şərt də gördük ki, bu ifadələrlə yoxlandı yəni. 1, 2, 3, 4, 5, 6. 6 dəfə şərt yoxlandı. Doğru cavab B bəndi. 11-ci suala keçək. Alqoritmin məsələnin həlli prosesində sadə addımların ardıcılı şəklində ifadə etməsi xassəsi necə adlanır? Bu bəllidir ki, diskretlikdir. Bir daha xatırlayaq. Alqoritmin burada xəttilik deyilən bir xassəsi ya da növü yoxdur. Xətti alqoritmin növü var. Bu şəkildə yazıla bilər. Kütləvilik xassəsi var, müəyyənlik və nəticəlik. Burada nə demək? Həlli prosesin sadə addımların ardıcıllığı şəklində. Yəni sadəcə addımlar yerinə yetirilir. Bunu keçir, bunu keçir, bunu keçir. Yəni bu şəkildə bu diskretlik xassəsi adlanır. Burada gəlib baxırıq 12-ci suala. İcraçı 2 komanda yerinə yetirir. Müsbət 5. 5 toplamaq, vura 2, 2-yə vurmaq. Birinci, ikinci adımlar buradadır. İcraçının 3 ədədini, 32 ədədini alması üçün yerinə yetirəcəyi komandalar ardıcıllığını müəyyən edin. Məsələn, 5 ədədinə 221 komanda ardıcılığı tətbiq olunarsa, bu şəkildə ola bilər deyə izah edir. İndi baxaq. Burada yoxlaya bilərik ki, ilk olaraq 3 ədədindən biz almalıyıq neçə? 32. Əslində 3-ün üstünə 5 gələr isə 8 və 8-i 2-yə vurarıq 16. 16-nı da 2-yə vurarıq 32-ni ala bilərik. Amma burada deməli üstünə 5 gəldik. 1-i yoxladıq 2, 2. Variantlara baxdığımız zaman belə bir cavabın olmadığını görə bilirik. Uyğun bir cavabı necə seçə bilərik? Əslində burada variantlardan da istifadə edib məsələn həll edə bilərik. Məsələn 1, 1, 2, 1. Bu deməkdir ki 3-dür. 3-ün üstünə 5 gəlinib. Sonra yenə 5 gəlinib. Çünki birinci yazıb bunlar tətbiq olunub. Bu edir 13. 13-ü 2-yə vuranda 13 vuraq 2 bərabərdir 26 edib. 26-nın üstünə yenidən 5 gələndə 32 eləmir. 31 edir və bu deyil. A deyil. Altdakına baxsa 2, 1, 2, 1, 1. Burada yazacağım. Bunu yenidən silək. Deməli ilk olaraq nə daxil olunur? 2. 2-yə vurmaq. Yəni 3-ü 2-yə vursaq 3 vuraq 2 bərabər edəcək 6. Sonra 6-nın üstünə 5 gəlib. 6-nın üstünə 5, 11. Təzədən ikinci tətbiq olunub. 11-i 2-yə vuranda 22. Sonra burada baxır təzədən yenə 1, 2 dəfə 1 daxil. 22 elə budur doğru cavab plus 5. 27. 27-nin də üstünə 5 gələndə 32-ni ala bilirik. Doğru cavab D bəndi, digərləri olmayacaq yəqin ki. 13-cü sual. Alqoritmin müxtəlif ilkin qiymətlər giriş verilənlər üçün yararlı olmasının hansı xassəsi ifadə edir? Müxtəlif ilkin qiymətlər daxil edir və yararlı olur. Yəni deyək ki, A-ya 5 daxil etsə, B-yə 8 daxil etsə, A-ya 15 daxil etsə, B-yə 9 daxil etsə, yəni müxtəlif ilkin qiymətlər üçün yararlıdır. Bu nə deməkdir? Yəni eyni sinifdə olan məsələlər üçün keçərli olması və bu da kütləvilik xassəsinə uyğundur 13-cü sualda. 14-cü suala baxaq. Verilmiş həndəsi fiqur alqoritmin təsviri zamanı hansı əməli ifadə edir? Dəyərimi düzbucaqlı dediyimiz bu da alqoritmin başlanğıc və sonunu bildirir. Bu bəzən ellips formada ola bilər. Bu da yenə də eyni işi görür. 14-cü sualda da doğru cavab Y bəndi. 15-ci suala baxa bilərik. Alqoritmin xassələridir. Bu informasiyanın xassəsidir. Alqoritmin kütləvilik, diskretlik, bu da həmçinin deyil, nəticəlilik və məsələn bu xassələr var. Xəttilik xassəsi yoxdur. Xətti alqoritmin növü var. Kütləvilik, diskretlik, nəticəlik, burada müəyyənlik qeyd olunmayıb. Sadəcə 2, 3, 5-ci cavab. Yəni 15-ci sualda doğru cavab A bəndi. 16-cı suala keçək. En natural ədəd üçün blok sxem şəklində verilmiş alqoritm fraqmentinin təyinatını müəyyən edin. Burada nə deməkdir? Baxırıq S bərabər 0, N bərabərdir 0 və N 100-dən kiçik olduğu müddətdə. Yenə də burada diqqətli ola biləcəyiniz bir hissədir. Nə deməkdir bu? N kiçikdir 100-ü görüb burada 100-ün daxil olmadığını qərar verərsiniz.
Bu zaman yanlış etmiş olarsınız. Baxın, görürsünüz ki, burada birinci növbədə n'in üstünə 2 gəlir, sonra s'in üstünə n gəlir. Bu arada n'in üstünə 2 gəlirsə, n sıfırdan başlayıbsa, 0 plus 2. Gələn dəfə yenə 2. Yəni bu şəkildə gedəcək və yekun olaraq, yəni bu ardıcıldan gedəcək, yekun olaraq cüt ədədlərdən söhbət gedir. Bunu bilirik. Məsələn, burada tək ədəd yazılıb, bunu silə bilərik. Amma baxaq görək ki, burada 98'e kadar mı gedir, 100'e kadar mı gedir, 102'ye kadar mı gedir? Bunu yoxlamağa çalışaq. N plus 2'ni artıq bildik. İndi n'in 0 qiymətində s'in üstə n gəldi. Bu s də 0'dır, n də 0'dır. Bu 0 edədir. Növbəti dəfədə baxsaq burada artıq, daha doğrusu n 0 idi. 0'ın üstünə 2 gəldi. Çünki n'in üstə 2 gəldiyinə görə artı 2 olacaq. Və bura gəlirik. 2 yenə də 100-dən kiçik olduğuna görə 2'nin üstə 2 gələcək, üstünə 4 gələcək. Və bu şəkildə gedəcək. Deyək ki, gəlib çatmışıq 98'e. 98 100'dən kiçikdirmi? Hə. 98'in üstünə 2 gəlir. Baxın, diqqət edədiniz. Baxın, belə yazıram. 98 gəlmişik. Üstünə baxın. 2 gələndə neçə eləyəcək? 100. Həmin 100'ü s plus n üstünə gəlir. Yəni, bu nə deməkdir? Yəni, 0'dan gördüyümüz kimi burada artıq gəlir 100'ə qədər. Yəni, bir sözdən 1'dən 100'ə qədər cüt ədədlərin toplamasını. Və 100 oldu. Deyək ki, artıq 100 oldu. 100 100'dən kiçikdir? Yox. 102 olan da bura aiddir. 1'dən 100'ə qədər cüt ədədlərin cəminin tapılması, 1'dən 100'ə qədər ədədlərin cəminin tapılması deyil. Cüt ədədlərin cəminin tapılması idi. Bu isə 98'ə qədər idi. Bu da deyil. 17 sual. Alqoritm fraqmentinin icrasından sonra B dəyişənin qiymətini müəyyən edin. Bunu bir qədər yaxınlaşdıraq. Bundan öncəkilər bəlkə də biraz uzaq düşdü. Sözü hesab edin. Bura baxaq, necə həll edə bilərik həmin bu hissəni. İlk olaraq baxırıq, A bərabərdir 1'dir, B bərabərdir 24'dür. A kiçik bərabərdir, B olduğu müddətdə hər halı işləyəcək və A-nın üstünə 2 gələcək, B-dən də 3 çıxacaq. Yəni dövr nə zaman pozulacaq? Dövr bu zaman pozulacaq. A kiçik bərabər B nə deməkdir? A B-dən kiçik olar və eyni zamanda A B-yə bərabər olarsa hə olacaq. Bu zaman bir dənə şərt qalır. A B-dən böyük olanda dövr bitəcək. Bunu ümid edirəm ki, başa düşdük. Və deyək ki, proses belə gedəcək. Yəni, A bərabərdir 1'dir. A-nın üstünə 2 gələcək. Bu 3 eləyəcək. B-dən də 3 çıxacaq. 1024'dən 3 çıxacaq. Bu da 1021 eləyəcək. Növbəti dəfədə 3'ün üstə 2 gələcək. 5 eləyəcək. Bu da 1018 eləyəcək. Növbəti dəfədə üstünə 2 gələcək. 7 eləyəcək. 3 çıxacaq. 1015 eləyəcək və bu proses gedəcək. Təbii ki, bunu axıra qədər etməyimiz elə imtahanı yekunlaşdırıb gəlməyimiz deməkdir. Yəni, burada biz tapmalıyıq ki, bu dövr neçə dəfə çalışır bu şəkildə. Və bir dənə bunu bilirik ki, dövr neçə dəfə çalışırsa, hər dəfə A-da üstünə 2 gəlir, burada isə 3 çıxır. Dövrün sayını bilmirik. Həmin dövrün sayını gəlin n ilə işarə edək. N ilə işarə edirik və A böyükdür B halında nəzərə alırıq. İndi burada belə bir şəkildə yazıram. A üstə gələk. Bu 2'nin neçə dəfə üstündən gəlib? N dəfə. O zaman 2 vuraq n yazıram. Bu dövrün bitmə anında bu şəkildə yazıram. Yəni, dövr nə zaman bitib? A böyük B olanda. Yəni, ona görə belə yazdım. Böyükdür B çıxaq və neçə dəfə 3 çıxıb? Yenə də n dəfə. 3 vuraq n. A-nın qiyməti bəllidir. Burada yazırıq. 1 üstə gələk 2n böyükdür B-nin qiyməti bəllidir. Burada yazırıq. 1024 çıxaq 3n. Bunu yazdıqdan sonra bir qədər sadələşdirək. Bu tərəfə keçirsək. 5n böyükdür 1023. Burada n böyükdür 1023'ü bölək 5'e. 1023 bölək 5. 2 dəfə 5 10. Bunu da yazıram. 2'ni gətirdik və 3'ü gətirdik. O zaman bura bir dənə 0 yazdıq və burada 4 dəfə 5 23. Burada görürük ki 204'ten bu qalıq da olacaq. 204'ten neçə? İndi n böyükdür 204 tam, bunun qalığı da var bu şəkildə. Yəni demək ki, artıq 204'ten böyük tam ədəd n bərabərdir 205. Götürə bilərik. Yəni dövr sayını 205 olduğunu bilirik. İndi bunu tapdıq. Biz dövr sayını tapdıq. Həmin bu dövr sayında nə işləri görmüşük? Bunu nəzərə almalıyıq. Və bilirik ki, başlanğıcda 1024 olur. Bizdən nəyə soruşur? B-ni soruşur. Düzdür? Və biz də belə yazıq da, yəni 1024 çıxaq 3n yazmışıq. 1024 çıxaq 3n. Bu da bərabərdir
min 24 çıxaq. 3'ü 205'e vurarıq. 205 vuraq 3. 5, 1, 615 edir. 615. Min 24'ten de 615 çıxırıq. 14, 5, 9, 0, bu da 4. 409 almış olur. Yani bizden bunu soruşurdu. 409 tapdıq. Ümid ederim aydın oldu. Biz dövrlərin sayını bilmədiyimizə görə ilk dövrlərin sayını tapmağa çalışdıq və bunu da n yazmaqla yekunlaşdırmış olduq. Yəni dövrlərin sayını tapandan sonra B həmin dövrə qədər 3 çıxıb deyə 3-ə vurdıq və yekunda da 1024-dən o qiyməti tapıb çıxıb 409-u almış olduq. 17-ci sualda doğru cavab B bəndi. 18-ci sual. N bərabərdir 10 olduqda alqoritm icrası nəticəsində dim ifadəsi neçə dəfə çıxışa verilər? Çapa verirlər. A bərabərdir 3. N böyük 0. Deməli n neçədir? 10'dur. 10 0-dan böyükdür. Dim çıxdı və sayını yazıram. Bir dəfə dim çıxdı. N çıxaq A. Ondan 3 çıxırıq 7. A 3'dür 10'dur. Gəlirik bura. 7. Burada yazıram. 7 0-dan böyükdür. Dim yenə də ekranda çıxdı. İkinci dəfə çıxdı. N çıxaq A. N neçədir? Artıq ən son qiyməti 7'dir. 7'dən 3 çıxırıq 4. 4 0-dan böyük olduğuna görə bir daha təkrarlanır. Yəni çıxır. Sonra 4 oldu. 4'ten A çıxır. 4'ten 3 çıxanda 1 eləyir. 1 0-dan böyük olduğuna görə 4-cü dəfədə dim ekranda çıxdı. Hə işdir hələ ki. Və gəlirik 1 çıxaq A. 1-dən 3 çıxanda mənfi 2. Mənfi 2 0-dan böyükdürmü? Xeyr. Yox. Gəlirik bura. Bir dəfə çıxdı. N plus 4. N'in ən son qiyməti mənfi 2'dir. Mənfi 2'nin üstündən 4 gələndə 2 edir. Və gəlib yoxlayırıq. Deyirik ki 2 10-dan kiçik bərabərdir. Hə. 6-cı dəfə çıxdı. N plus 4. 2'nin üstündə 4 gələndə 6 edir. Bunu yazdıq burada. Bunlar ayrıdır. Və 6 10-dan kiçik bərabərdir. Gəlir bura. Hə olur və dim 7-ci dəfə ekranda çıxmış olur. N plus 4. 6'ın üstündə 4 gələndə 10 elədi. 10 10-dan kiçik bərabərdir. Hə. Yenə də gəlirik. 8-ci dəfəni çıxartdı. 10'un üstündə 4 gəlir. Neçə elədi? 14. Gəlirik bura. 14 10-dan kiçik bərabərdirmi? Bu dəfə yox. Yox dedik, bir dəfə də çıxartdı. 9-cu dəfədə çıxartdı və bununla da proqram sonlanmış oldu. Doğru cavab A bəndi. Və neçənci suala keçirik? 19-cu suala. Verilmiş y funksiyasının qiymətinin hesablanmasına əsasən alqoritmin blok sistemin qurulan zaman ən az neçə şərt blokundan istifadə edilir? Bunda yəni minimum şərt bloku neçə dəfə istifadə edər onu yazmalıyıq. Əslində bunu bu şəkildə fikirləşə bilərik. Deməli, ilk hal nədir burada? X-in mənfi 5'in yəni X-in mənfi 5'dən kiçik bərabər olması. Yəni belə olan halda deyək ki, bu hissə işləyəcək. Növbəti dəfədə burada 1 var. 1'i yazırıq burada. X bərabər 1 olanda bu iş görünəcək. Bunu da yazdıq. X bərabərdir. Daha doğrusu X kiçikdir 1. Böyükdür mənfi 5. Yəni bu aralıqda da olacaq. Və ən nəhayət 1'dən böyük də o da bu aralıqda olacaq. Yəni burada görə bilirik əslində 3 dəfə şərt bloku istifadə olunur. Yəni bu hissəni yazmaq. 4 dənə şərt olsa da şərt bloku. Yəni biri əks halda qalacaq, yerdə qalan hal. Yəni bunu yoxlaya bilərik, bunu yoxlaya bilərik. Bu deyilsə bu tərəfdədir. Və yaxud da ki bir də 3-cü halında else hissəsində tutaq ki bunu da yoxlaya bilərik. Doğru cavab 3'dür. Bunu şərt blokun qurub özünüz də baxa bilərsiniz bu hissələrdə. Uyğunluğu müəyyən 20-ci sual. Budaklanan alqoritm. Budaklanan alqoritm if-dən söhbət gedir və burada budaklananın tam budaklanan növünə aiddir. Görürsünüz ki, hər iki qolda əməl bloku istifadə olunub. Deməli, budaklanan alqoritm elə A bəndini buna saya bilərik. Sonra gəlirik B bəndi. B bəndə görür ki, artıq buradan çıxıb yenidən bura qayıtma varsa bu dövrdür. Eyni zamanda burada da dövr var. D-də də dövr var. Burada da çıxır, buradan təzədən gəlir, fırlanır, bura gəlir. Deməli, B ilə D-ni də dövrə saya bilərik. B, D dövrdür. Burada yazar dövr alqoritm BD və burada gəlirik C-yə baxırıq. Burada şərt var, bir dəfə yoxdur. Burada nəsə bir şey yoxdur. Buna deyirlər budaklanan natamam növü. Tam isə biyaq idi hər iki tərəfdə. C də getdi 1'ə AC və ən nəhayət burada görürsünüz ki, sadəcə ardıcılıqla gedən və bu da xətti alqoritmə aiddir. Və bu da xətti alqoritm. Deməli 1 AC 2 BD 3 Y. 1 AC 2 BD 3 Y elə deyəsən doğru cavab A bəndidir bu sualda. Keçək 21-ci suala. Heç bir addım buraxılmadan və təkrarlanmadan
Təkrarlanma yoxsa təbii ki, bir olmayacaq və heç bir addım buraxılmadan deyir. Yəni əgər burada şərtə görə, məsələn, şərt verilsəydi, x böyükdür 0-dırsa bu işləsin, əks halda bu işləsin, bu ifadələri yazanda görürsünüz ki, bu da işləyə bilər, bu da işləyə bilər. O zaman bu işləsə bu buraxılacaq, bu işləsə bu buraxılacaq. Bu zaman budaqlanan da deyil, elə xətti sayırıq bunu. 21-də doğru cavab C bəndi. 22-ci sual. Alqoritm fraqmentin icrasında ilk dəyişənin qiymətini müəyyən edin. 3-4 qiymətlər daxil olunub. Yenə dövrün gövdəsi çalışır, x-in üstə y gəlir və şərt yoxlanılır. Baxaq görə sonda y dəyişəni nə qiymət alacaq. Yenə də addım-addım yazım bunu. 3-ün üstünə 1 gəlir. X-in başlanğıc qiyməti 3-dür. 3-ün üstünə 1 gəlirəm, bu 4 edir. Y-dən 2 çıxıram, 4-dən 2 çıxıram, 2. Bunların cəmi 0-dan böyükdürmü? 0-dan böyükdür. 4-dən 2 gördüyünüz kimi 0-dan böyükdür. Hər işlədi. Və növbəti addımda x-in üstünə 1 gəlirik. Bu edəcək 5. Bu isə 2-dən 2-ni çıxacaq. Bizə verəcək 0. Yenə də təbii ki, yəni bir sözlə x plus y kiçik bərabərdir 0 olanda dövr bitəcək. Növbəti addımda bunun üstünə 1 gələcək. Bu 6 olacaq. Bundan da 2 çıxacaq. Mənfi 2. Cəm yenə də müsbət edəcək. Burada 7 olacaq. Burada mənfi 4 edəcək. Yenə də cəm müsbət eləyir. 7-nin üstünə mənfi 4 gələndə 3 edəcək və dövr işləyəcək. Bu artır. Bu 8 olur. Bu mənfi 6 olur. İşləyirmi? Bəli, işləyir. Növbəti dəfədə bu 9 olur. Bu mənfi 8 olur. Yenə də işləyirmi? Yenə də işləyir. Və 10 olur. Bu isə mənfi 10 olur. 10 və mənfi 10 toplanır. Bu bizə verir 0. 0 0-dan böyükdürmü? Yox. Y-in son qiyməti neçə oldu? Y-in son qiyməti mənfi 10 oldu. Y bəndində. 23-cü sual. 23-cü sual tipində suallar onsuz da qəbul imtahanında qarşınıza çıxacaq. Bu ya alqoritm, əsasən alqoritm şəklində olur və ya ki, Python şəklində də verilə bilər. Gəlin burada görək ki, ümumiyyətlə alqoritm yerinə yetirməsi nəticəsində x dəyişənin 63 qiyməti çap olunmuşdur. Buna əsasən k dəyişənin daxil edilə biləcək ən kiçik natural qiymətini müəyyən edin. Bu izahda mən təkcə ən kiçik qiymətini yox, eyni zamanda ən böyük qiyməti də necə tapılır, onların hər birinin izahını verəcəm. Çünki bəzi məsələlərdə ola bilər ki, ən kiçik qiyməti ilə ən böyük qiymətinin, məsələn, cəmini, fərqini və s. bu kimi suallarda düşə bilər. Baxaq görə necə edirik. Baxırıq ki, burada sonda deyir, x-in qiyməti 63 olub. Bunu silək. 63. Yəni, x burada 63 alıb. Başlanğıc qiyməti də burada verilib. Bizə lazım ki, bunlardan istifadə edib dövrün sayını tapın. Neçə dəfə dövr təkrarlanıb. Baxırıq, ilk öncə belə yazıram. X bərabərdir 3 yazıram. Burada dövrün çölündədir. X bərabər 3. Ona görə xətdən ayırıram ki, dövrün çölündə olub. Və sonda nə alınıb? 63. Və x də bu işi görüb. Hər dəfə üstünə 12 gəlib. İndi yoxlayaq ki, hər dəfə 3-ün üstünə 12 gəlməklə gedib 63-ə çatdırmaq üçün neçə dövr eləməliyik? Neçə dəfə bunu yerinə yetirməliyik? Hələ ki, belə yazıram. Deməli, 3-dür. Üstünə 12 gələcəm. Olacaq 15. Növbət dəfə üstünə 12 gələcəm. Bu eləyəcək 27. Ta ki, 63 alınana qədər gedəcəm. 27-nin üstünə 12 gələcəm. Bizə verəcək neçə? 27, 39. 39. 39-un üstünə 12 gələcəm. Bu bizə 51 verəcək. 51-in üstünə 12 gələcəm. 63-ü verəcəm. Və həqiqətən də burada gördük ki, dövr 5 dəfə işlədi və 5 dövr yazıram bura, 5 dövr. Və bundan sonra 63-ə getdi, çatdı. İndi bunu hər dəfə belə mi yazmaq lazımdır? Xeyr. Onsuz da riyazi olaraq buna aid fərqli-fərqli məsələlər işləmisiniz. Deməli, başlanğıc qiymət 3-dür, son qiymət 63-dür. Deməli, başlanğıc qiymət 3, son qiymət 63. Bunu bilirik. İndi bu necə olub? Yəni, 63-dən biz 3-ü çıxırıq, edir 60. Düzdür? Hər dəfə neyinib? Üstünə 12 gəlir. Deməli, həmin bu 60-ı biz 12-yə böləriksə, yenə də 5 dövrü olduğunu tapa bilərik. Yəni, hər dəfə buna yazmağa ehtiyac yoxdur əslində. Yox, burada nəsə bir qaranlıq qalacaqsa, diqqətsizlik olacaqsa, o zaman da belə yaza bilərsiniz. Bir qədər artıq vaxt xərcləyəcəksiniz. Deməli, tapdıq ki, burada dövr 5 dəfə işləyib. Yəni, bu 5 dəfə işləyib, buradan belə çıxır ki, bu da 5 dəfə işləyəcək. Çünki bir-birinin ardınca gedir. 5 dəfə işləyəndən sonra bu necə olacaq? Hər dəfə üstündən 5 gələcək burada da. K üstünə 5, üstünə 5, üstünə 5, 5 dəfə gələcək. Yekunda K plus 25 olacaq. Yəni ki, razısınız. 5 dəfə bu artacaq, 25. İndi baxırıq ki, burada yox halı olanda 63 çıxıb.
Yox halı nə deməkdir? Yəni k kiçikdir 100 olanda bu hə olub. Yox halı nə deməkdir? Burada yazıram. K böyük bərabərdir 100 olanda. Yəni dövr bitib. Dövrün bitməsi lazım bizə. Dövr bitib nə zaman? K böyük bərabər 100 olanda. Və 5 dövrdən sonra K'nın qiyməti neçə olmuşdu? 25. Yazıram bura. K'nın gətirib qiymətin yerinə qoyuram. K plus 25 böyük bərabərdir 100. K böyük bərabərdir. Bu tərəfə keçirdəndə 75. Və salam. Buradan görürük ki, K'nın aldığı qiymət 75'dir. Yəni K bərabər olacaq 75, sonra 76 və bu nə qədər davam edəcək? Neçə addım gedəcək? 75, 76, yəni ən böyük qiymətə görə. Burada görürük ki, bu fərq var. K plus 5, o zaman 5 sayıda bura nəzərə almalıyıq. 75, 76, 77, 78, 79. K'nın aldığı qiymətlər bunlar olacaq və bunlardan da ən böyük və ən kiçik qiyməti tapa biləcəksiniz. Kiçiyi tapdıq, böyüyü də görürsünüz. 79. Amma böyüyü də hər dəfə belə yazmayaq. Başqa necə yaza bilərik? Buna baxaq. Bunu sildirəm. Deməli, bu şəkildə də yazacağıq. Deməli, baxırıq ki, baxın, ən kiçiyi bu şəkildə tapdıq. Bu şərtə görə, k kiçik 100 olduğu halına görə belə yazdıq. Dövrün, deyək ki, yox olduğu hal nə zaman oldu? K böyük bərabərdir 100. Düzdür? Amma indi belə, yəni 63 alandan sonra artıq dövr işləməyib. Dövr axırıncı dəfə nə zaman işləyib? Bunu götürürük. Dövr axırıncı dəfə 51 olanda işləyib. 51 alıb, təzədən işləyib, 63 olub dayanıb. 51 alan hissə neçə dövrdür? Görürük ki, 4 dövrdür. Bunu 4 dövr tapdıq. Və işləyən hal necə idi? İşləyən halda bu idi. K kiçikdir 100 idi. 4 dövrdən sonra K'nın qiyməti nə olacaq? 4 dəfə artırsaq K plus 20 olacaq. Və salam, gətirib burada da yerinə qoyuruq. K plus 20 kiçikdir 100 və K kiçikdir 80 və buradan da nə görürük? Yəni 80 bura daxil deyil, yəni K bərabərdir 79. Yəni ən böyük qiyməti bu şəkildə yazdıq, ən böyük. Və ən kiçikdə yazdığımız qaydada ən kiçikdə bu idi. Ümid edirəm bunlar aydındır. Yəni, bu tip məsələlərini istərseniz bu izaha baxdıqdan sonra yenidən saxlayın, bir daha özünüz belə deyək də praktik edin. Eyni zamanda buna aid dim topluda 20 variant sınaq kitabında başqa deyək ki, sınaqlarda və yaxud da ki, müxtəlif bizim əməkdaşların, həmkarlarımızın deyək ki, yazdıqları test toplusunda misallar var. Onlardan istifadə edib yararlana bilərsiniz və ondan sonra artıq yəqin ki, heç bir probleminiz olmayacaq. Gəlirik 24-cü suala. Alqoritmin blok sxeminə əsasən P dəyişənin çapa verilən qiyməti 36-dır. Dövr 4 dəfə yerinə yetirilibsə, dövrün sayı bizə bəllidir, artıq burada qeyd olunub. Girişdə n dəyişənin qiyməti neçə olmuşdur? Burada baxırıq, şərt bu şəkildədir. K böyük bərabərdir 3 və dövrün gövdəsi də budur. 4 dəfə icra olunarsa proses necə gedəcək? Gəlin bunu addım-addım yazaq. P bərabər P plus K. P sıfırdır, K da nədir? N'in qiymətini alır. Bir də K olaraq yazaq biz. Yəni 0-ın üstünə K gələcək, bizə verəcək, elə K. K'dan çıxacaq 2-ni. Nə olacaq bu? K'dan 2 çıxırıq, olur K çıxar 2. Bir dövr getdi. İkinci dövr, yəni bu yenə də təkrarlarda 4 dəfə yazmalıyıq. P plus K. P'nin qiyməti K idi. Üstünə gəlir K. K'nın da ən son qiyməti K çıxa 2-dir. Üstünə gəlirəm. Hələ ki belə yazıram. Mötərizə olaraq fərqləndirə bilər. K çıxa 2. K çıxa 2-dən 2 çıxsaq nə olacaq? K çıxa 4. İkinci dövrdə bitdi. Üçüncü dövrdə üstünə gələcəm artıq P'nin qiyməti budur. Və üstünə gəlirik nəyi? K'nı. K'nın da ən son qiyməti K çıxa 4. Və K çıxaq 4-dən 2 çıxanda K'nın qiyməti dəyişir olur K çıxaq 6. Yenə də 4-cü dövr olaraq işləyəndə üstünə gəlirik P artıq budur. Həmin P'nin üzərinə gəlirik K. Yəni K çıxaq 6. K çıxaq 6. Bu necə olur? K çıxaq 8 olur. İndi K çıxaq 8 oldu ki dövr artıq burada sayılmır. Dövrün sayılma məsələsi, dövrün bitmə məsələsi deyilmir yuxarıda, amma 4 dövrdən sonraki proses. Yəni bu 4 dövr burada yazır. Gördük ki 1, 2, 3, 4. 4 dövrdən sonra qiymətə baxaq neçə 36 idi. Bərabər olub 36-ya. İndi bunu sadələşdirək. Deməli 1, 2, 3, 4. 4K, 4K, mənfi 2, mənfi 4, mənfi 6, mənfi 12 bərabərdir 36-ya. 4K bərabərdir 48, K da bərabərdir 2. Cavab 12. Yəni bu şəkildə ümid edirəm aydındır. Yəni burada baxsaq əslində dövr 4 dəfə işləməyib. Sadəcə 4 dəfə dövrdən sonraki nəticə önəmli idi. Onu da burada yazdıq.
Keçid ala bilərik 25-ci suala. İlkin qiyməti 14 olarsa alqoritm onu çıxartdıraq. X dəyişənin ilkin qiyməti 14 olarsa, burada X dəyişənin ilkin qiyməti 14-dür. 14. S bərabər 0, I bərabərdir 1. X 0-dan böyükdürsə, X-dən 3 çıxır və bu şərti yoxlamamız lazımdır. Gedək, 14 0-dan böyükdürmü? Bəli. Artıq bu işdədir. X-dən 3 çıxırıq. Bunu burada yazaq. X-dən 3 çıxırıq, 11 edir. Sonra şərti yoxlayırıq. X böyükdürmü I-dən? X 11-dir. I də neçədir? I də 1-dir. Hələ ki 1-dir. Bəli, bu işdədir. Bu işlədiyinə görə I-ni vurdıq 2-yə. I də oldu 2. 11, 2. Bunu yazdıq. Və yenidən bura gəlirik. S plus 2 vura X. S plus 2 vura X. S 0'dır. Burada gördük. 2'ye vuranda, yəni 2'nin 11'e vuranda bu deyəcək 22. Yazdıq bunu. Yenidən gəlirik bura. X 0'dan böyükdürmü? 11 0'dan böyükdür. Yenə də dövr işlədi. X çıxa 3. 11'dən 3 çıxırıq. 8. I-ni vururuq 2'yə. I 2 idi. 2'yə vurduq 4 edədi. Və yoxlayırıq ki, X böyükdürmü I-dən? 8 I-dən 4'dən böyük olduğuna görə, daha doğrusu 8 I-dən 2'dən böyük olduğuna görə bunu vurduq. İndi gəlirik S plus 2 vura X. 22 üstünə gəlir 2 vura 8, 16, 38 edəcək. 22, yəni bildiyinizdə 22 idi ən son qiymət. 2-ni də vurduq 8-ə, 2 vura 8, 16 ilə də 38 yazdıq. Və yenidən gəlirik bura. X-in qiyməti 8-dir. 8 0-dan böyükdür deyə dövr yenə işləyir. X-dən 3 çıxırıq. 8-dən 3 çıxırıq. 5 yazırıq və yoxlayırıq buradan. Deyirik ki, həmin X 5 I-dən 4-dən yəni böyükdür. Bəli. Yenə də böyük olduğuna görə I-ni vururuq 2-yə. 4-ü 2-yə vuranda 8 edir. S-i tapacağıq. 38 idi. 2-yi 5-ə vururuq 10. Yəni olur 48. Və yenə gəlirik bura. X-i yoxlayırıq. X 5 idi ən son. 5 0-dan böyükdür. Bəli. Bu işlədi. X-dən 3-ü çıxırıq. Bu edəcək 2 və yoxlayırıq. X artıq 2-dir. 2 I-dən 8-dən böyükdürmü? Xeyr, yox. I-nin üstünə 2 gəlirik. I-nin üstünə 2 gəldiyimizə görə bu olur 10. 10 oldu və S bərabərdir S plus 2X. Ən son 48-dir. 48-in üstündə 2X gəlirik. Bu eləyir. Yəni 2 vura 2, 4, 52. 52. Yenidən gəlirik bura. Baxırıq X neçədir? X 2-dir. Yenə də dövr işlədir. 0-dan böyükdür. X-dən 3-ü çıxırıq. Mənfi 1. Gəlirik. X böyükdürmü I-dən? Mənfi 1. Mənfi 1. I-dən. Yəni 10-dan böyükdürmü? Yox. O zaman I-nin üstünə 2 gəlirik. I neçə olur? I olur 12. S bərabər S plus 2 vura X. S 52-dir. Üstünə gəlir 2 vuraq. Deyək ki, belə olacaq. 52 üstə gələk 2 vuraq mənfi 1. Yəni mənfi 1 vuraq 2. Bu da artıq bildiniz ki 50'dir. Buraya yazdık 50 və yenə gəlirik. X 0-dan böyükdürmü? Mənfi 1'dir. Mənfi 1 0-dan böyük deyil. Yox halı və gəldi S-i çapa verdi. S-in də ən son qiyməti 50 burada gördük. 25-ci sual da bu şəkildə idi. 26-cı suala gələ bilərik. Alqoritmin blok sxeminə əsasən P dəyişəninin çapa veriləcək qiymətinin 320 olması üçün N dəyişəninin daxil edilə biləcək ən böyük natural qiymətini müəyyən edin. Az öncə 23-cü sual idi, səhv eləmirəmsə, ona uyğun olan sualdandır. Sadəcə burada ən böyük natural qiyməti soruşur. Yenə də biz burada həm ən böyük qiyməti və eyni zamanda da ən kiçik qiyməti də tapmış olaq. Burada belə yazaq. Bu hissəni silirəm. Bizə mane olmasın. Və gəlirəm bura. 320 olması üçün. Deməli, burada 320 olub. Yenə də başlanğıc qiymət neçədir? 5-dir. Bunu hələ ki belə yazaq. P bərabər 5-dir və buradakı addımların sayını yazmalıyıq. Baxmalıyıq ki, hər dəfə nə edir? 2 artır. 2 dəfə artır. Daha doğrusu bu şəkildə deyək. Gələn dəfə 10 olacaq, 20 olacaq, 40 olacaq, 80 olacaq, 160 olacaq və 320 olacaq. Baxırıq ki, 1, 2, 3, 4, 5, 6 dəfə burada dövr işləmiş olub. İndi burada necə tapacağıq? Baxaq bunu sadə şəkildə nətər tapa bilərik? 320 və başlanğıc qiymətdə 5 olub burada. Həmin bu 320'ni 5'e bölərik. 320'ni 5'e böldüyümüz anda 6 dəfə 5, 30, 20, 4 dəfə 5 və 20, görür ki 64 edir. Və hər dəfə nə edib? 2'yə vurub. Yəni 2, 2, 2, 2, 2 üstü şəklində olub. Deməli, bunu da belə yaza bilərik artıq.
2 üssü n bərabərdir 64. Burada bunu da 2 üssü 6 şəklində yazanda görürük ki, n bərabərdir 6. Yəni bunu yazmadan da bu şəkildə yaza bilərsiniz. Yəni dövrün sayını tapdıq biz. Dövr 6. Bu n dövrdür. Həmin o dövr. Dövr sayı. İndi baxırıq ki, burada bu hissə 6 dəfə işləyibsə, təbii ki, bu da 6 dəfə işləyib. 6 dəfə işləyəndən sonra n çıxar 8 nə olub? Hər dəfə 8 çıxıb. Yəni 6 dəfə 8 çıxanda burada n çıxar 48 olub. Və indi baxaq görək ki, yox halı hardadır? Bax budur. Nə zaman işləyəcək? N böyük bərabərdir 50 də hədir. Yəni 50 də olsa, 50-dən böyük də olsa hə işləyib. Bizə lazımdır ki, kiçik. O zaman n kiçikdir 50 olanda artıq dövr bitib. Yazıram bura. N kiçikdir 50. N'in qiymətini, yəni 6 dövrdən sonraki qiymətini gətirib yerinə qoyuram. N çıxar 48 kiçikdir 50. Və buradan da görürəm ki, n kiçikdir 98. Və 98 bura daxildirmi? Yox. N'dən 98-dən kiçik nədir? N bərabərdir 97. Bu qiyməti ala bilirik. Ümid edirəm ki, aydındır. Yəni, ən böyük qiyməti aldıq. 98-dən kiçik olan ən böyük qiymət 97-dir. Doğru cavab 97. Və bayaq 2 kimi kiçiyi necə tapacağıq? Burada da yazacağım. Axırıncı dövrün işlədiyini götürəcək. Yəni 5 dövr. 6-cı dövrdən sonra dövr işləməyib. Amma 5-ci dövrdən sonra işləyib. O zaman şərtin doğru olduğu halı yazıram. Yəni n böyük bərabərdir 50 olanda dövr işləyib. Bu nə zaman olub? 5 dövrdən sonra. 5 dövrdən sonra 8 çıxacaq. O zaman n çıxacaq 40. Yerinə qoyuram. N çıxaq 40 böyük bərabərdir 50. N böyük bərabərdir 90. Və burada da görürük ki, ən kiçik qiymət elə 90-ın özüdür. Bu şəkildə. Və yazsaq burada 90, 91, 92, 93, 94, 95, 96, 97. Baxsaq bura 2, 4, 6, 8. Burada baxsaq bu şəkildə 8 olduğunu görürük. Kiçik qiymət və böyük qiymətləri də burada görürük. 26-cı sual bu şəkildə. 27-ci sual uyğunluğu müəyyən edin. Verilənlərin daxil olması, alqoritmin sonu, nəticələrin çap olması, şərtin yoxlaması, alqoritmin başlaması. Bilirik ki, burada bu giriş-çıxışdır, input, giriş-çıxış. Verilənlərin daxil olması bura uyğundur və başqa nə var? Nəticələrin çap olunması. A və C-ni yazdıq. Bu şərtdir. Şərt yazırıq. Elə D buraya gəlir. Başqa nəsə varmı? Yoxdur. Və bu isə nədir? Alqoritmin başlanğıcı və sonunda budur. B, Y də budur. Əssalam. 27-ci sual bu şəkildə. 28-ci sual. Alqoritmin sözlə təsviri aşağıdakı kimidir. A və B dəyişənlərin qiymətlərini daxil edin. Deməli, bunu gəlin burada yazın. Daha yaxşı görəsiniz. Bu başlanğıcdır. Bizə lazım ki, A və B-nin qiymətləri daxil olunur. İndi kiçik yazdım. Burada böyük göstərib. Qiymətləri daxil edin. Əgər A dəyişənin qiyməti B-dən böyükdürsə, deməli bir dənə şərt verəcəyik. Əgər A B-dən böyükdürsə, bunu da yazaq o zaman AB. A B-dən böyükdürsə, onda 3-cü addıma, baxaq görə 3-cü addım nədir? A dəyişənin qiymətini 10 vaid artırın. Deməli, bu şərti verdik buradan və deyək ki, bu true hissəsidir. O zaman A dəyişənin qiymətini 10 vaid artırın. A bərabərdir A plus 10. Bunu yazdıq. B dəyişənin qiymətini 3 dəfə artırın. Və gəlirəm B bərabərdir 3 dəfə. B bərabərdir B vuraq 3. Bunu da bu şəkildə yazdıq. 3, 4-ü yazdıq. A dəyişən qiymət B-dən böyüksə onda 3-cü addıma. Əks halda 5-ci addıma keçin. Əks halda budur. Əks halda 5-ci addıma keçək. 5-ci addım nə deməkdir? A dəyişənin qiymətinə, gələk burada yazaq, bunu çəkək. A dəyişənin qiymətinə B dəyişənin qiymətini 2 mislini əlavə edin, nəticəni A dəyişəninə mənimsədin. Deməli, bu A bərabər olacaq. A dəyişənin qiymətini B dəyişənin qiymətinin 2 mislini əlavə edib. A bərabərdir A plus 2B. Ümid edirəm bu şəkildə deyil. A dəyişənin qiymətini B dəyişənin qiymətinin 2 mislini əlavə edin. Aha, bunu əlavə elədik. Nəticəni A dəyişəni mənimsətdik. A dəyişənin qiymətini çapa verin. Deməli, A və B dəyişənin qiymətlərini daxil etdik. A dəyişənin qiyməti B-dən böyükdürsə, onda 3-cü addıma, əks halda 5-ci addıma keçin. Burada A dəyişənin qiyməti 10 vaid artırdıq. B dəyişənin qiymətini 3 dəfə artırın və davamı var burada və 2-ci addıma keçin.
Bəli. İkinci addımda hansı idi? Baxın bu şərt idi. Bu yarımçıq qaldı. Ona görə dedim bu necə oldu. Baxın bu şəkildə və bu da çapa verdik. A-nı və eyni zamanda gəldik bunu da sonlandıra bilərik artıq. Ümid edirəm aydın oldu. Yəni AB-ni daxil etdik. AB-dən böyüksə bu işi görür. Dövr qayıdır. Dövr işləyir artıq burada. Yəni burada if deyil də. Deyək ki, dövrdür artıq. While bu şəkildə və A bərabər A plus 2B A-nı çapa verdi və son birləşmiş oldu. Daxil edilmiş n sayda ədəddən müsbət olanların ədədi ortasını, mənfi olanların isə hasilini tapan alqoritmin blok sxemini qurun. N sayda ədəd daxil edəcəyik. N sayda ədəd daxil etməkdən ötürü biz sayı bildirən bir ifadə daxil etməyimiz lazımdır. Yenə də bunu belə yazaq. İlk öncə burada yazıram başlanğıc. Başlanğıc. Mən belə bir şəkildə yazıram. Bura n yazıram. N sayda ədəddən bunu yazmaqdan ötürü mən hələ ki bu daxil etdiyim n sayı bildirir, ədədləri deyil. Yəni mən 3 dənə ədəd daxil edəcəm, 20 dənə ədəd daxil edəcəm, onu bildirəcək və bilirik ki, ədədi orta deyiriksə, ədədi orta cəmin saya bölünməsi lazımdır. Biz deməli daxil etdiyimiz ədədlərin cəmini və sayını, amma hansıları müsbət olanları yoxlayacağıq, mənfi olanları isə hasilini tapacağıq. Və ilk olaraq cəmin başlanğıc qiymətini 0, sayın başlanğıc qiymətini 0 və ən nəhayət hasilə 1 götürməliyik başlanğıc olaraq. Bunu burada yazırıq. N-i daxil etdik. Yazıram burada. Cəm bərabərdir 0, say bərabər 0 və h bərabərdir 1. Bunu bu şəkildə yazdıq. Və sonra bu düzbucaqlı formadadır və artıq şərti yoxlaya bilərik. N sayda, daha doğrusu şərti yoxlaya bilərik. Bəli. Burada yaza bilərik ki, mən bu ədədləri daxil edim. Bunu n çıxaq 1 ilə də yaza fərqli şəkildə qeyd edə bilərsiniz. Mən istəyirsiniz belə yazım. Bir dənə də burada i bərabərdir 1 qoyuram. Deyirəm ki, nə qədər ki i kiçik bərabərdir n-dən, o zaman mən ədəd daxil edeyim. Bir dənə ədəd daxil edirəm. Yəni bu şəkildə yazdım. A-nı daxil elədim. Və həmin bu A ədədini yoxlamağım lazımdır. Yoxlamalıyam ki, bu A ədədim müsbətdir, yoxsa mənfidir. Mən gəlirəm, yoxlayıram ki, əgər həmin bu A 0-dan böyükdürmü? Əgər 0-dan böyükdürsə, o zaman mənə lazımdır ki, cəmi və sayı tapsın. Yəni, burada olacaq ki, cəm bərabərdir cəm plus A və ayrıca yazaq digər hissəndə və bir də say bərabərdir say plus 1. Yəni, bir dənə A artıq bu 0-dan böyüksə, o zaman saysın. Eyni zamanda cəmi toplasın. Bunları axırda baxacağıq və sonra nə edir? Əks halda yox, mənfi olanların. Burada 0-a bərabər olacağını da nəzərə almalıyıq. Yəni 0-la bağlı bir şey demir. Ona görə biz bir dənə də şərt verməliyik. Burada şərtimiz nədən ibarət olacaq? Şərtimiz bu olacaq ki, çünki A 0-dan böyük olmayanlar 0 da ola bilər. Bizə mənfi olanları ayırmaq lazımdır. Bir dənə şərt burada verir ki, A 0-dan böyükdürmü? A 0-dan böyükdürsə, indi müsbəti burada fikirləşsək, burada da nə edəcəyik? H bərabərdir, H vuraq A. Üzr istəyirəm, burada 0-dan böyük yox, A 0-dan kiçikdirsə, yəni mənfi halını yoxlayırıq. H-ı vuracaq A-ya, bunu yazdıq. Əks halda 0-dır. Yəni 0-la bağlı bizə bir şey demir. Burada sadəcə buradan gələcək və bunlar birləşəcək. i-ni 1-dən başlatmışdıq. Bu gedib n-ə qədər çatması lazımdır. Odur ki, bir dənə də burada i-ni də artırmağı unutmuruq. i bərabərdir i plus 1. Bunu da yazdıq və buradan gəldi bura. Və ən nəhayət burada da biz gəlib tapa bilərik. Deməli, bu şəkildə yazıram. Buradan da gəldik bura. Tapa verəcək nəyi? Həmin bu cəm bölək sayı, yəni ədədi ortanı və eyni zamanda da tapa verəcəyik h-ı. Və bunları tapa verdikdən sonra da təbii ki, sonlandıracağıq. Bu da son. Deməli, ədəd daxil elədik. Bu n, deyək ki, bildiniz, n sayda ədəd daxil eləmək üçündür. Yəni, n-ə 5 yazacaqsa 5 dənə ədəd daxil edəcək. Həmin ədədləri A ilə daxil elədim. Düzdür, i bərabər i plus 1 ona görə yazdım ki, yəni artıq burada dövr bitsin. Hər dəfədə ədədi yoxlayacaq. Daxil etdiyim ədədi yoxlayıram. 0-dan böyük olanları, yəni müsbət olanları cəmini tapıram, eyni zamanda sayını tapıram. Mənfi olanların isə sadəcə hasilini tapıram və yekunda artıq bunları cəmlədi, saydı və hasilini tapdı. Hasili və ədədi ortanı tapa verdik bu şəkildə.
29-cu sualda belə idi və 30-cu sual s bərabərdir mənfi x üssü 1 üstəlik x üssü 3. Yəni bu şəkildə mənfi x üssü 1 bölək 2 vuraq 2. Üstəlik x üssü 3 bölək 3 vuraq 4. Yenə də başlanğıc olaraq bunu daxil elədik. Və bizə lazımdır ki, biz x-i daxil eləyək və əlavə olaraq n-i daxil edək. Gəlin birinci n, sonra x yazaq. Burada yazdıqdan sonra başlanğıc olaraq burada dövr gedəcəyinə görə bizim s bərabərdir 0 götürməyimiz lazımdır. S bərabərdir 0. Və eyni zamanda i-nin də göstərisinə fikir versək, i də bərabərdir, ya da i bərabərdir 1 götürməliyik. İndi bu şəkildə yazsaq. Dövr yazaq buradan, dövr çəkirik. Nə qədər ki i kiçik bərabərdir n, bunu yazırıq. Və bunu yazdıqda nə edəcəyik? Bu işi görsün. Baxın, burada gəlirəm, bunu çəkirəm. Bizə lazımdır ki, s bərabərdir s plus. Burada verilən ifadə var. Baxın, bunu yəqin ki görürsünüz. Burada mənfi 1 üstü n vuraq. Bu nə deməkdir? Mənfi 1, yenidən yazıram. Mənfi 1 üstü i vuraq x üstü 2 vuraq i, yəni 2i çıxaq 1. Bunu yazdıq və bölürük. N plus 1 yazılıb burada. I plus 1. Həmin bu ifadəni də vururam 2i'yə. Və bunu buradan bağlayaq. Əlavə olaraq i-ni də 1 vayd artırır. I bərabərdir i plus 1. Buradan dövr gəlir bura. Və baxaq görək ki, biz nəyi yazdıq və bunu niyə belə yazdıq. Burada da buna son deyə bilərik. Gəlin bunu rəngini dəyişək. Burada ilk olaraq, baxın, bunu nəzərə alsaq, i-miz 1'dir. Mən burada yazıram, s bərabərdir. i 1'dir. Bunu götürməyə çalışaq. Yoxlayaq görək ki, düz işləyir, yoxsa yox. S bərabərdir, s plus. S neçədir? 0'dır. 0'ın üstünə gələcəyəm. Bax, buradan söhbət gedir. Mənfi 1 üstü i. Baxaq görək. Mənfi 1 üstü i. i 1 olduğuna görə, mənfi 1 üstü 1 nə verəcək bizə? Mənfi, siz bir dənə bunu yazın. Mənfi 1 üstü 1 vuraq x üstü 2i. 2'den də 1 çıxacaq x. 2'ni i'yə vuracaq. 2, 2'den də 1 çıxacaq. Belə yazaq da, yəni 2 vuraq 1 çıxaq 1. İstəyirəm hər kəsə aydın olsun. i plus 1. i neçədir? 1'dir. 1'in üstünə 1 gələcək. 1'in üstünə 1 gələcək. Və eyni zamanda 2'ni vuracaq 1'ə. Bunun açıqlamasına baxsaq, burada belə olacaq. Yəni artıq mənfi 1. Mənfi 1 üstü 1 nə verəcək? Yenə mənfi verəcək bizə. Mənfi. Vuraq x üstü 2'dən 1 çıxacaq. Olacaq x üstü 1. 1'in üstünə 1 gəlir 2. Və 2'ni də 1'ə vuracaq 2. Və burada baxdığımızdan da, baxın, bunu ala bildik. Mənfi x üstü 1 bölü 2 vuraq 2. Növbəti adıma baxaq, bundan da yekunlaşdırırıq. Deməli, i bərabər i plus 1 olacağına görə bu olacaq 2. Və baxaq görə. İndi bunun davamında olacaq da, yəni bilirsiniz ki, bunun üzərinə gələcək. Bunu təzədən yazıram. Mənfi x üstü 1 bölü 2 vuraq 2. Hələ ki olduğu kimi saxlayaq. Və indi baxaq görə nə edəcəyik? Həmin bu düsturu, baxın, bu düsturu nəzərə alsaq, mənfi 1 üstü 2 olacaq, vuracaq, x üstü 2 vuraq 2 çıxaq 1. Bölək, i-nin üstünə 1 gəlirik. i artı 2'dir, 2'nin üstünə 1 gələcəyik. 2 üstü ilə 1 və eyni zamanda 2 vuraq 2. Bunu da belə yazsaq daha aydın olar. Bu nə verəcək? Mənfi 1'in kvadratı müsbətdir. Müsbət 1 eləyir və x üstü 2 vuraq 2 4 edəcək. 4'dən də 1 çıxanda x üstü 3 edir. Və bu müsbət eləyəcək. X üstü 3. Bu şəkildə yazdıq. Və əlavə olaraq 2'nin üstünə 1 gəlirik. 3 eləyir. 2'ni də 2'yə vuruq 4 eləyir. Və yazıram bura. 3 vuraq 4. Və həqiqətən də bura baxanda görürsünüz ki, x kubu bölək 3 vuraq 4. Eyni zamanda növbət dəfədə buna görə i 3 olacaq. Bu olacaq mənfi. Yəni bir dəfə mənfi, bir dəfə müsbət 3'ün bu. Yəni bunu düzdür. Əlavə olaraq k bərabərdir. Deyək ki, mənfi bir qiymət verib, sonra k-nı mənfi k deyib də dəyişə bilərsiniz. Amma bu da elə işinizi yarır. Yəni düsturun elə bu hissəsini tətbiq etməyiniz daha dolğun olar. Deməli 30-cu sualda bu şəkildə idi. Ümid edirəm ki, bu bölmənin sınağı xüsusilə də sizə faydalı olacaq və bundan sonraki videolarda görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Sağ olun.